Hər kəsi bu gözəl gündən salamlayıram. Bilirəm neçə vaxtdır buralarda yox idim, amma istəyirdim ki, sizə çox qəşəng bir vloqla gəlim. Ona görə və nəhayət ki, o gözəl gün gəlib çatdı. Şövkət nənənin yubileyi idi və bu gözəl günlə sizin qarşınızdayam. İlərləyən dəqiqələrdə daha maraqlı kadrlar görəcəksiniz. Bu hələ ki evdə çəkilən kadrlardır. İnci bu çəhrayı topu həddindən artıq çox sevir. Həm həyətdə oynadır, həm evdə oynadır. Və bu arada artıq İnci xanım o qədər gəzir ki, ora-bura. Biz bütün qapıları bağlı saxlayırıq. Əks təqdirdə bizim həyətdəki mətbəximizə açılan qapı var. Oranı açdığınız zaman aşağıya doğru 3-4 ədəd pilləkən görsənir və təbii ki, oradan yuvarlanır, xəsarət ala bilər. Ona görə mütləq surətdə oranı daha çox bağlı saxlayırıq. Koridor da nəyə görə bağlı saxlayırıq? Gedir bütün otaqların çəkməcələrini bir-bir açır, baxır. Təbii ki, biz də qorxuruq birdən əli qalar onun arasında nəsə xəsarət alar. Və İncinin əynində geyinmiş olduğu bu platiyanı da görürsünüz də necə qəşəng pastel tonlarda. Bunu demək olar ki, bütün belə ad günlərində geyindirirəm mən. Və süfrəmiz də yavaş-yavaş hazır olur. Anam yenə mənim ən sevdiyim yeməkləri hazırlamışdı. Onlardan ilki burada gördüyünüz vişnəli salatdır. İçində soğan və zoğal turşusu olur. Əlavə ədviyyatlar da olur. Bu arada reyhan da qatmışdı bu dəfə anam. Çox fərqli alınmışdı dadı. Həyətimizdəki bu təzə güllər də həyətə fərqli bir ab-hava qatır. İstədim çəkim göstərim sizə. Və burada dibçəkdəki güllərin hər birinin baxımı ilə əsasən elə anam məşğul olur. Və nəhayət İnci xanım o qədər gəzdi, yoruldu kəfayətlə. Axırda oturdu və hiss elədim ki, acıb. Ona görə anamın hazırladığı bu milföylü, qəşəng çıtır-çıtır yeməyi yedizdirdim İnciyə. Mən əminəm ki, bütün uşaqlar, hətta uşaqdan böyüyə hər kəs belə çıtır-çıtır yeməkləri çox sevir və milföy xəmiri ilə hazırlanan bütün yeməklərdə belə qəşəng dadlı olur. İndi birazdan burada top üstündə dava çıxacaq. Ümumiyyətcə Fatihlə İnci axır vaxtlar belə oyuncaqlar, əşyalar üstündə bir-birləri ilə belə deməzdim ki, dava eləyirlər, amma ən azından sözləri çəp gəlir. Burada da görürsünüz Fatih güya gizlədib qaçır. İnci də amma qətiyyən bu məsələni belə burada buraxmır da, yəni düşür dalıca öz əşyasının. Yəni onsuz da günümüz budur. Bütün günü İnci'nin dalıca qaçırıq ki, aman da birdən yıxılar, aman da birdən filan şey olar. Dedim qoy arada belə qəşəng videolar çəkim, paylaşım sizin üçün. Ara yerdə də həyətin güllərini göstərirəm. Bilirəm altda məni çox sevən, çox belə yaxından izləyən xanımlar var və istəyirlər ki, hər gün vlog çəkim göndərim. İnanın ki, mən də bunu çox istəyirəm, amma dediyim kimi İnci bizi o qədər yorur ki, artıq tək başıma çatdıra bilmirəm. Yəni yoldaşım burada olmayanda hardasa biraz öyrəşmişdim. Özüm tək olurdum. Həmin müddətdə anam dərsdə olurdular, işdə olurdular. Gec gəldilər, saat 3-dən, 4-dən sonra gəldilər. O vaxta kimi yəni belə enerjim çox da tükənmirdi. Amma indi artıq günorta saatlarında mən təzədən yatmaq istəyirəm, dincəlmək istəyirəm. Hətta yatıb dincimi almayanda başım həmin gecə çox pis ağrıyır. Yəqin ki, məni buradakı xanımlar yenə başa düşəcəklər nə demək istəyirəm. Artıq İncinin bir yaşı olub və həddindən artıq hərəkətlənib, bütün günü gəzmək istəyir, oynamaq istəyir. Qətiyyən yerində durmur və təbii ki, yuxu rejimində də müəyyən dəyişikliklər oldu. Yəni ki, gün ərzində o qədər gəzib, hərəkət eləyib oynayır ki, artıq gün sonu onun üçün ən gec axşam saat 9-10 arası yuxuya gedir. Yəni 11-ə işləmişə qalmır da. Ən gec saat 10-a qalmış yatır İnci. Təbii ki, yuxu rejiminin bu şəkildə normaya düşməsi əslində mükəmməl bir şeydir. Yəni mən heç gözləmirdim ki, bu yaşlarda belə normaya düşsün. Mən düşünürdüm yəqin 2 yaşına kimi İnci gecə saat 2-də falan yatacaq da bu gedişlə. Şükür Allaha o qədər də pis olmadı. Yəni tez toparladı. Hətta bu proses özünə baş verdi. Yəni mən ekstradan bir şeylər etmədim. Şağol inci verməni, şağol. Çəkir Ege, sən çəkim. Ay yorla nə gözəldir inci. Hə, cüz. Özün çək. İşte ben de öğreteceğim.
Sağ ol, sağ ol. Telefonda bu videonu editləyəndə bir də gördüm belə bir video qarşıma çıxdı. Təbii ki, bu video yatay vəziyyətdə yox, fərqli vəziyyətdə çəkilmişdi, amma yenə də paylaşmaq istədim. Səsimi bağlamadım. İstəyirəm gələcəkdə İnci baxsın və görsün ki, necə dəcəl qız olub. Tez əlimdən alır telefonu, aparır verir anama, ya da ondan da gətirir mənə verir. Artıq burada süfrə tam hazırdır. Salatlar, digər yeməklər də hazır idi deyə belə ümumi çəkib paylaşmaq istədim. Və biz oyandıq ertəsi gün. Hər tərəf oyuncaqlarla dolu. Burada həmişəki kimi ördək çizgi filmi açılır. İnci də biraz dedim ayaq yalın olsun, biraz rahat olsun. Yeməğini yeyəndən sonra geyindirdim zaten. Gəldim burada da İncinin paltarlarını yumağa qoymağa. Belə bir məhsul almışdım uşaqlar günündə. İndirimdə idi deyə almışdım. Bunlar da uşaqlar günündə qəşəng endirimə düşmüşdülər. Ona görə də alıb stoklamışdım evdə. Və gördüyünüz kimi məhsulları bu hissələrə əlavə edib qoydum yumağa. Mən həmişə 39 dəqiqəyə qoyuram mütləq surətdə və digər hissələrdə gördünüz. İndi isə keçdim. Burada İnci xanımı yuyundurduğum üçün aşağı mərtəbədə mütləq surətdə buranı təmizləyirəm, qəşəng şampunluyuram feri ilə. Həyət də çox isti olduğu üçün istədik bu pərləri yandıraq, qəşəng sərinliyi versin. Və İnci yenə düşüb həyətin canına. Bu mavi topu ilə bərabər hər yeri ələk-vələk eləyir. Nənələrlə birlikdə belə oynayıb əylənirlər. Həqiqətən də bu toplar sayəsində İnci bir xeyli hərəkət eləyir. Əslində uşaq, yəni bu yaş aralığında, 1-2 yaş aralığında çox hərəkətlənməlidir. Bu çox normaldır. Təbii ki, uşağın o əzələləri, sümükləri inkişaf etməsi üçün bu da vacib olan ünsürlərdən biridir. İndi isə keçdik çay içməyə. Xanım qızın çayı mütləq surətdə səhər, günorta, axşam. Hətta fikir vermişəm eyni saatlarda ürək istəyir, qəşəng içir. Bu arada mən təzə bir kəşfə çıxdım bu çay barəsində. O da Hipin çayları artıq gəlmirdi. Uzun müddətdir ki, apteklərdə, marketlərdə tapa bilmirdim. Ona görə Kagdaya Viretsu markasının belə gecə üçün olan çayını aldım. Bunun dadını çox-çox bəyəndi. Bir də çoban yastığı olanı da çox-çox bəyənmişdi. Ona görə o ikisini çox vaxt ürəyi nə vaxt istəsə verirəm, içir onunla bərabər. Və arada bir İnciyə qara çay da dadızdırıram. Nəyə görə? Çünki gəlir bizim yanımıza, görür ki, biz şirniyyatla çay içirik. Tez belə baxır, hiss edirəm ki, yəni tamağı qalır da. Ona görə də elə belə 1-2 qurtum verirəm ki, tamağı qalmasın. Onsa çox vaxt bəyənmir, acı olduğu üçün içmək istəmir. Həyətimizə də belə tez-tez kəpənəklər girir, çıxır. İstədim kəpənəyi də sizə göstərim. Bu qızıl güllərdə təzədən qızıl güllərimiz başlayıb açmağa. Bir də bu hanımeli ağacımız. Daha doğrusu bu ağac getmir, kolluq kimi gedir bizdə. Artıq darvazanın o birisi tərəfinə də bu güllər görsənməyə başlayır. Az əvvəl İnci biraz kaprizli elədi. Dedi ki, mən heç cürə ayağıma ayaqqabı, şəpdə istəmirəm geyinim. Ağladı. Biz də ona görə bunu ayaqyalın belə 30'luq yerində əlinə də nəsə veririk ki, oynatsın, başı qarışsın. Və həyətimizdəki bu balaca heykəllərdə bir fərqli abu-hava qatır həyətimizə. Anam əslində bu gülləri başqa dibçəkdəydi, keçirdi bu iri dibçəklərə ki, daha rahat şəkildə kök salsınlar və böyüsünlər. Artıq biz həyətdə yeyirik yeməyi. Həm də belə olanda evdə çox bulanmır, kirlənmir. Həm də biraz həyətin keyfini çıxartmaq lazımdır. Nənəmin ad günündən qalan aş və toyuq var idi, yedik qəşəng bəhbəhlə. Elə evdə qonaqlıq verməyin ən üstün cəhətlərindən biri də budur ki, yeməyin bir çox hissəsi artıq qalır və bir neçə gün evdə yemək bişirmək məcburiyyətində qalmırsan. Düzdür, bizdə biraz bu mümkün olmur, çünki maşallah evdə adam çoxdur. Yəni həm də eyni yeməyi dəfələrlə yeyəndə adamın ürəyi də biraz sıxılır, nə bilim, iştahı olmur falan. Təzəlicə bu salatı mən o qədər hər gün düzəldirəm ki, qırmızı salatı. Neçə vaxt ki planlaşdırırdıq, amma bir türlü alınmırdı. Axır ki bizə yaxın qalan xalama gedəcəyik çay içməyə, çay süfrəsinə. Bu da İncinin çantasıdır. Yığmışam hazır. Gözləyirəm nənəni də gətirsinlər, gedir.
Və gəldik xalamgilə çatdıq. Bütün həyəti sizə göstərmək istədim. Baxmayaraq ki, bu həyəti, yəni bu il başlayıblar belə əkin-biçin işləri aparmağa, amma məncə çox məhsuldar alınıb. Sonra belə 7 gözəl gül var idi. Onu çəkib göstərmək istədim. Burada bu teras boyu belə güllər əkib xalam. Bəziləri dibçəkdə, bəziləri də yerdə torpağa əkilmiş formadadır və burada bizim samavarımız var. Birazdan onu gətirəcəyik stolun üstünə. İncinin çəhrayı topunda hər yerə aparırıq ki, ürəyi sıxılmasın. Zaten getdiyimiz evlərin, yəni hər birində həyət evi olduğu üçün rahat bir şəkildə bunu belə çöldə oynada bilir. İndi isə sizə Sərvinaz nənənin hazırlanmış olduğu qəşəng rəsm əsərlərini göstərəcəm, amma əvvəl biraz incini gəzdirib başını qatıram ki, rahat bir şəkildə içəri daxil olub çəkiliş edə bilim. Əvvəl bu şəkildə çəkdim, biraz yaxınlaşdırdım kameranı. Çünki bura yəni ayaq yalın girmək lazım idi. Ayaqqabısız girmək lazım idi. Ona görə uzaqdan yaxınlaşdırıb çəkdim. İndi birazdan ətraflı göstərəcəm sizə bu sərgini. Sərvinaz nənə boş vaxtlarında hər gün bu işlə məşğul olur. Burada belə qəşəng iri bir aloe bitkisi var idi və çəkməsəm olmazdı. Bu ağacın adı da feyxua ağacı idi, soruşdum. Əslində xalam deyir çiçəkləri var idi, amma heyf ki tökülüb küləyə görə. İncə maşallah özün axır vaxtlar qonaqlarda belə ağılla aparır, sakit aparır, ağlamır, bizi incitmir o qədər də. Yəni gərək haqla danışım. Ona görə təşəkkür edirəm buradan İnciyə. İmkan verir ki, biz də çayımızı içib qəşəng şirniyyatların dadına baxaq. Amma arada belə hiss edirəm ki, acıbdır. Ona görə tez evdən gətirdiyim məhsullarla ona axşam yeməyi hazırladım. İçinə gecə kaşası, bir də piçenyalar idi. Deyəsən 5-6 dənə piçenya əlavə eləmişdim və yaxşıca bunları belə bir-birinə qarışdırdım. Homogen bir şəkildə verdim İnciyə, yedim. Və arada biraz içinə yenə su əlavə elədim. Çünki çox qatı gəldi mənə. Onu biraz açmaq üçün, qatılığını açmaq üçün. Gülgün də arxada İnci ilə maraqlanır. Biraz başın qatır ki, mən də o sırada yemək hazırlayım. Ümumiyyətlə Gülgün də həqiqətən, yəni mənə İncinin elə ilk doğulduğu vaxtlarından bu yana çox kömək olub. Yəni belə deyim də, bir ana üçün məncə ən böyük kömək övladın, yəni kiməsə verib ən azından gedib saçını yumaq ya da saçını düzləşdirmək, biraz da olsa özünə baxmaq olar da yəqin ki. Və Gülgün də çalışırdı ki, mən bu işləri də görə bilim. Görürsünüz də, Gülgün tez-tez belə İncini oynadır, cici eləyir ki, başın qatsın. Burada da görürsünüz də birinci İnci yemir, sonra birtəhər ağzını açır. Ümumiyyətcə kamera arxasında gərək bir dəfə çəkim. Yəni bəzi hallarda yemək yetişdirmək o qədər çətin olur, o qədər çətin olur. Özün qoyun naza, nazlanır. Elə deyir ki, ancaq nazımı çəkin də mənim. Bu arada xanımlar, ümumi hər birinizə sual vermək istəyirəm. Övladınız artıq neçə yaşına gələndə oturub ayna qarşısında belə saatlarla makyaj eləmək istədiniz, nə bilim saçınızı burmaq istədiniz, belə konkret olaraq özünüzlə belə məşğul olmaq istədinizdə nə vaxt bu proses baş verdi? Mən ən son yadımdadır ki, Ayselin toyunda bəzənib düzəlmişdim özüm evdə. Yəni öz qızımda belə, yəni bilirdim ki, vaxt çatdıra bilməyəcəm və narahatçılıq olacaq deyə gedib salonda bəzənmişdim. Amma özümə söz vermişəm ki, bir də salonda bəzənməyəcəm, artıq özüm bəzənəcəm. Həm pulum cibimdə qalsın, həm də ki, düşünürəm özüm salonda bəzəyənlərdən daha qəşəng bəzənirəm. Hətta istəyirəm ki, inşallah avqust-sentyabr aylarında bizim çoxlu xeyir işlərimiz olacaq və hər birinə hazırlaşanda istəyirəm sizinlə birgə burada söhbətli videolar çəkib paylaşım. Əgər çox istəyirsinizsə, doğrudan da tələbat varsa, təbii ki, mən çox böyük məmnuniyyətlə bu tip videolar çəkib paylaşaram sizə. Həm saç hazırlayaraq çəkərəm ki, yəni saçıma necə saç düzümü etdiyimi, əlavə olaraq hansı tonlarda makyajlar istifadə etdiyimi sizə göstərərəm. Əslində kosmetik vasitələrim var əlimdə, fırçalarım da var. Amma həvəs lazımdır. Hələ ki, heç bir şey məni bu qədər həvəsləndirmir də oturub aynada özümdən qulluq eləməyə, amma
İnşallah avqust və sentyabr aylarında sizlərlə paylaşacağım belə qəşəng videolar. Bu arada bu güncəlləməni də sizə deyim. Artıq biz Kabrita 3 nömrəni bilirsiniz ki 1 yaşından sonra istifadəyə başladıq və ay ərzində cəmi 2 qutu istifadə edirik. Başqa istifadə etmirik. Yəni 3-cü qutuya gərək qalmır. Çünki əsasən bunu günün bəzi hissələrində əgər ehtiyac olarsa verirəm. Bir də gecələr içir. O qədər, yəni günün bütün öynünü bunu vermirəm. İncini evə gətirdiyi təbii ki çox yorulmuşdu. Onu yatıstırandan sonra bu işləri gördüm. Butulkalarını falan yuyacağım. Birazdan görəcəksiniz. Və əlbəttə ki onun isti sularını, soyuq sularını bu şəkildə yeməyin də porsiya ayırıram. Qoyuram padnosun içərisinə. Əziz izləyicilərim, hər birinizə səslənirəm. Zəhmət olmasa aşağıda mütləq qeyd edirsiniz. Nə tip videolar istədiyinizi, mütləq günlük vloqlarımı istəyirsiniz, yoxsa daha əyləncəli nəsə yoxlama videolarımı, məsələn hər hansı fərqli yeməklər, içəcək filan. Yəni fikirlərinizi zəhmət olmasa şərh bölməsində qeyd edin. Və daha çox belə qəşəng videoların gəlməyini istəyirsinizsə kanalıma abunə olmağı, videonu like etməyi və aşağıda gözəl-gözəl şərhlər yazmağı unutmayın. Əslində ağlımda çox fikir var. Sadəcə istəyirəm ki, izləyici kütləsinə də hitab etsin. Bəlkə istəyirsiniz ki, mən fərqli yerlər gəzim, göstərim sizə. Onu da eləyə bilərəm. Tək bir bəhanə olsun evdən çıxmağa. Yəqin ki, analar məni başa düşdü. Hər birinizlə artıq sağollaşıram və hər birinizə xoş izləmələr arzu edirəm.